Sən bir sual. Vəfanı sosial şəbəkədə çox tənqid edirlər. Hə, pis oluram. Görürsən. Səncə izləyicilər tərəfindən bu ədalətlidirmi yoxsa? Mən deməzdim çox tənqid edirlər. Çoxdur. Çox da sevirlər, çox da gözəl sözlər yazırlar. Vəfanı həyat yoldaşı Familə görə çox tənqid edirlər. Ki, Familin ilk həyat yoldaşı var, yəni öz həyat yoldaşı var, övladları var, bəs evli birindən dünyaya övlad gətirib. Sırf bu mövzuda Vəfanı çox tənqid edirlər və üzərinə çox gedirlər. Harada da görsələr, mən baxıram o sosial şəbəkədə bizim qarşımıza çıxır. Dəhşətli dərəcədə Vəfaya qarşı bir baskı var. Amma Famili heç kəs sorğulamır və Familin belə deyək də, axı bu könüllü şəkildə Famil gedib bunu eləyib. Hansı ki, Vəfa da atasız, anasız bir qız olub da. Bilirsiniz, mənim hamısı gözümün qabağında olub. Onların sevgiləri də, onların istəkləri də, uşaqları da, Allah saxlasın, Məhəmməti, Məryəmi. Mən bu barədə danışmaq istəmirəm, amma hər şey göründüyü kimi deyil ki. İzləyicilər nəyi bilmir Vəfanla Famil haqqında? Hansı ki, sənin gözünün qabağında olub, hamısını sən daha gözəl bilirsən. Sizcə, hər şey asanlıqla gəlib belə ola bilərdi? Əlbəttə ki, Vəfanın çox əziyyətləri də olubdur. Nə kimi? Çox şiddət görüb. Famil tərəfindən. Bunu bilirəm. Gözünün qabağında Famil ona şiddət göstərir. Göstərib. Düzdür, arxasında da durub Famil. Çox durubdur. Onun da dostları onu linç eləyirdi gözümün qabağında. Ki, bu olmaz, bu olmaz. O da onu sevirdi, o da onu istəyirdi. Qarşılıqlı bir sevgi var idi. Amma indi ailə idi də, bir-birləri ilə dalaşırdılar da, olurdu da. Mən ona görə hər zaman pis olurdum. Famil ona şiddət göstərəndə, yəqin ki, bu Vəfanın qısqanclığından olub. Söz-söhbətlər, ancaq söz-söhbətlər. Ömür billah o söz-söhbət onun başında qalxınca olub. Ömür billah. Hər kəs Vəfanı günahkar görür, amma yaşadıqlarını yaşadığı bir acılar var ki... Yaşadıqlarını görməyiblər ona görə. Aysel, Vəfanın bir acısı var ki, onu heç kəs görməyib. Misal üçün, Familin hər dəfə evinə getməsi, hər dəfə ailəsinə getməsi və qərar verə bilməməsi və s. Bunları sən görmürsən. İnsanlar Vəfanı qınayanda həmişə heç görüblərmi o bir tərəf Vəfaya nələr yaşadıb? Zaten bu söhbətlərdə kişini qınayan yoxdur. Hamı qadını qınayır. Ki, sən elədin, sən elədin, sən elədin. Bu bir qadındır. Bu xoşbəxt olmaq istəyir. Bugünkü tək qadındır, atasız, anasız, nənə umuduna yaşayan bir xanımdır, hər şeydən qəlbi qırılmış bir xanımdır. Bugün bir insan çıxır bunun qarşısına, onu xoşbəxt edəcəyini deyir, ona yaxşı gün verəcəyini deyir, hər şey gözəl olacağını deyir ki, hansı ki etdi də əslində qalanda. Mən onun da haqqına girmiş olaram ki, bugünkü gündə zaten xanım özü də boynuna alır bunları. Amma bəs o kişinin də, belə deyim də, qıraqda bir ailəsi var da, bunu hamı bilir. O qadını da fikirləşirəm.